Buna bakın. Qaz pulu yığan qızdır bax. Biriniz əvvəl itlərin içinə girir. Deyə küçədən gəlib. Bir də görürəm ki, küçədə bir qız itlərlə oynayır. Çıxıb soruşuram, siz kimsiz? Deyə qaz pulu yığan. Bizdən aşağıda şortçukları onu yazır. Buna bakın. Halal olsun sənə qız, halal olsun. Bu boyda ürək sahibisən, gəlmisən, ay deyir, itdən qorxuruq. Bu itlər bunu birinci dəfədir görür ha. Bu itlər bunu birinci dəfədir görür. Gəlib sığınacağın, o boyda sığınacağın teritoriyasında itlərlə oynayır. Halal olsun sənə qız, sənə ananın südü halal olsun. Tanımıram kimsən, amma halal olsun. O boyda alabaydan yapışıb. Gedim özünə deyim, görüm paylaşa bilərəm. Sığınacağın kamerasından çəkirəm ha. O da bak. Halal olsun sana kız. Ürəyə bak ya. Oy oyda yolu piyada gəlib itlərin içindən. Gəlib sığınacağın qabağında itlərlə oynayır. Əhsən sənə. Təşəkkür edirəm. Bak, bütün hər kəs belə olmalı. Bak, nə qorxmadı, nə çəkinmədi. Birbaşa itlərin içinə girdi. Yolunu gəlirdi da. Amma itlər də qarşıladı. Oynayır indi. Alabayla oynayır. Görün nə gözəllik. Bak ay heyvan düşmənləri. Baxın da bu qız itlər tanıyırdı. Adi gaz pulu yığandı. Buna bax. Baxın görün. Amma deyim görüm çəkmək olar. Xanım, mən sizi paylaşsam olar. Ha? Yo vallahi paylaşacağım. Yo yüzümü gösterme paylaşım. Sağ olun. Allah köməyiniz olsun. İtdən qorxmursunuz. Gör nə gözəl. Alabayla da oynuyorsunuz. Sağ olun. Koy paylaşım ki o heyvan düşmənləri var. Heyvandan şikayət eləyənlər var ha. Şərəfsizlər. Bu heyvan bizə belə elədi. İt bizə cumdu. İt nə bilim nə elədi. Bu qıza niyə cummadı? Adi yoldan keçən bir qaz idarəsinin işçisidir. Bax. Görün nə qədər it var.